Salam müəllimlər, gəlin bu günlərim sizinlə cədvəl testini necə səhvsiz işləmək olar, onun texnikasını öyrənək. Deməli, belə testlərdə uyğunluğa, uyğunsuzluğa baxmırıq. İlk olaraq dəftərdə bir vərəqdə qeyd edirik. Yəni sertifikasiyada da, miqdə də bu tip cədvəl testləri düşür. Bunlar da öz işləmə texnikası ilə işləməliyik ki, səhvsiz olsun və vaxta qənaət edək. Ona görə də 1 yazırıq, 2 yazırıq, 3 yazırıq və 4 yazırıq. Ondan sonra baxırıq. Verilən müqaviləsinin mətnini həmin dövrə bağlanmış digər müqavilələrlə fərqləndirir. Burada anlamaq deyil mərhələsi. Bəli, sadəcə digər müqavilənin oxşar fərqli cəhətlərinə baxır, başqa heç bir şey etmir. Ona görə də anlamaqdır. Bu söz doğrudur. İkinciyə, Əməvilərin hakimiyyətə gəlmə səbəbini müəyyənləşdirin. Anlamaq mərhələsi. Bəli, gəlmək səbəbini müəyyənləşdirmək, ümumiləşdirmək, qruplaşdırmaq, seçmək, interpretasiya etmək, parafraz etmək, yəni öz sözlərlə izah etmək, şərh etmək bunlar deməkdir. Bunlar da bilirik ki, bu idrak taksonomiyasının anlamaq mərhələsinin feilləridir. Bəli, bu da düzdür. Keçirik 3-ə. Kordova xilafətini Ərəb xilafəti ilə müqayisə edin. Anlamaq. Görürsünüz ki, iki faktoloji bilirik, sadəcə bir-birinə müqayisə edir. Sadəcə müqayisə edir. Oxşar fərqli cəhətləri müqayisə edir. Burada nə oldu? Demək ki, doğrudur, anlama mərhələsidir. El anlama mərhələsinin feilidir müqayisə etmək. Sonra 4-də Ötken şəhərinin hansı dövlətin paytaxtı olduğunu aydınlaşdırın və şəhərdə tətbiq edilən vergi növlərini qruplaşdırın. Biz bilirik ki, qruplaşdırmaq elə idrak taksonomiyasının anlama mərhələsinin feilidir. Bu da doğrudur. Sonra baxırıq, bizdən nə istəyir? Uyğunluğu istəyin. Uyğunluğu istəyirsə, demək ki, doğrunun altındakı doğruları götürəcək. Gördüyünüz kimi cədvəldəki bütün variantlar doğrudur. Sadəcə bizdən uyğunluğu istəyir. Doğrunun altındakı doğruları götürəcək. Yox, əgər bizdən uyğunsuzluğu istəsəydi, o zaman görürük ki, hamısı düzdür. Yanlışın altındakı doğruları götürəcəkdik. Amma indi biz hansını götürürük? 1 və 2. Yəni bizim testimizin cavabı A variantıdır.